Marneuli Bələdiyyəsinin Təzəkənd 1 nömrəli ictimai məktəbində Payız şənliyi adlı tədbir keçirilib. Tədbirdə şagirdlərin hazırladıkları əl işlərinin sərgisi təşkil olunub. Bugün ən sevinçli günümüzdür. Biz çox sevirik ki, hər dəfə belə bayramları qeyd edirik. Tez-tez belə bayramların olmağını çox sevirik. Rəsmlərimizi və yeməklərimizi sərgiləmişik. Təzəkənd 1 saylı ictimai məktəbində bugün Payız şənliyi keçiririk. Məncə bu uşaqların dünya görüşünü və mədəniyyətini artırmaq üçün çox əhəmiyyətli bir bayramdır. Üstəlik, əl işləri, onların çəkdiyi rəsmlər, hazırladığı yeməklər məncə hər bir uşaq üçün çox yaxşıdır və bu məktəbimizin adı üçün də çox yaxşı bir şənlikdir. Məktəbin müəllimlərindən ibarət münsiflər heyəti şagirdlərin hazırladıkları təamları dadaraq qiymətləndiriblər. შესანიშნავი ღონის ზებას მოუწყია დიდი შრომა ჩაუტარებიათ. Bugün burada çox gözəl bir tədbir təşkil olunub və şagirdlər çox əziyyət çəkiblər. Şagirdlərin hazırladıkları əl işləri bir-birindən gözəl və maraqlı idi. Mən onların hazırladıklarının dadına baxdım və çox gözəl idi. Hər birini təbrik edirəm və onlara uğurlar arzu edirəm. Məktəbin müəllimləri bu kimi tədbirlərin təşkil olunmasında şagirdlərin bacarıqlarını nümayiş etdirmələri üçün onlara stimul vermək olduğunu qeyd ediblər. Bugün məktəbimizdə bizim payız şənliyidir, payız tədbiridir. Bizim əsas məqsədimiz odur ki, gənclərimizə stimul vermək üçün biz bu tədbiri təşkil eləmişik. Əsasən uşaqların bu stollarda, stendlərdə olanlar hamısı demək olar ki, şagirdlərimizin böyük əksəriyyəti əl işləridir. Həm uşaqların yüksək motivasiyası, əl qabiliyyətlərini biz aşkar eləmək üçün bu şənliyi keçiririk və həmçinin də bədii hissə var. Özünüz görürsünüz ki, uşaqlarımız, şagirdlərimiz öz bədii yaradıcılıqlarını ifa edib, öz bacarıqlarını göstərirlər. Həmçinin bizim Marneuli rayonu resurs təhsil mərkəzinin nümayəndələri buradadır. Onlar da aktiv şəkildə bizim tədbirə qoşulublar. Qeyd edək ki, tədbir daha sonra şagirdlərin hazırladıkları milli rəqslərlə davam edib. Thank you.